Allahu Ekber. Kim edər Allahı idrak, gözü mütləq olacaq pak. Görəcək çox şey şəffaf, baxışını eyləməz israf, yaşayar saf. Və edər bəndəliyi xəlq arasında o nümayiş, qoruna ta ki əsayiş, budur Allah bəyənən iş. Budur əslində rizayət və şəriət mədəniyyət. Bu cəmiyyət belə yolla olar islah, yox olar firqə-i cümrah, qəssəm Allaha o gün nur əliyər zülmətə misbah. Vəli əfsus, çoxu öz nəfsinə məhbus, eləyib əqlini məyyus, özünü iblisə məxsus. Pozulub tərtibi qanun, hamı yorğun, əsəbani, yuxu pozğun, iki söz bir-birinə gəlmir uyğun. Niyə dünya sizi öz qoynuna möhkəm sarıyıbdır? Nəyinə aşiq olubsuz? O ki çoxdan qarıyıbdır. O ki əvvəl yaranıbdır, neçəmizlə dolanıbdır, neçəmizlə sevişibdir, neçəmizlə boşanıbdır. Bəşərin əqlin alıbdır, elə bir dərdə salıbdır, unudub Allahı bəndə. İlişib öylə kəməndə çıxa bilmir və həqiqət də görəndə baxa bilmir, gözü kör. Dili laldır, qulağı kar, bu nə haldır ki düşüb əşrəfi xilqət, ölüb əlbət bəşəriyyət. Vəli ətrafda nə varsa diridir, həm iridir, həm də kiçik zərrə olanlar, o da bizdən biridir. Bil, gözüvü sil, görəcəksən necə torpaq və dəniz dağ və ağacdan yerə düşməkdə olan hər quru yarpaq və çəmənlikdə açan qönçə çiçəklər və mələklər, neçə qövmi yox edən vəhşi küləklər və xülas. Uca Allahın adını zikr eləməkdə yarışırlar, çalışırlar. Hamısı Allaha taət və ibadət eləyirlər və bu minvalla bəşər oğluna xidmət eləyirlər. Qulağın olsa duyarsan, necə söhbət eləyirlər, evin əşyaları bar öndə şikayət eləyirlər. Günlərin bir günü bir sahibi mənzil, özü cahil, yəni öz varlığının sirrinə qafil çıxır evdən qaça-qaçla. Bir əlində qara pencək, bir əlində telefondan qara eynək, nə sağollaşmır uşaqla, nə böyüklə, bu tüfeyli yaşayır başqa maraqla, qapını çırpır ayaqla. Açılır aləmi əşya, görünür batini məna, qapının gəldi səsi, bu necə bəndədir Allah. Hələ mən görməmişəm bir dəfə evdən bu çıxanda Bismillah deyə, ya bir sələvat zikr eləyə, ya evə döndükdə sənə şükür eləyə. Nə zaman gəlsə qiyamət, verəcəm böylə şəhadət, bu bəşər həm özünə həm də edib həqqə xəyanət. Bu məqam çarpayı dilləndi qıraqdan, üz-üzə məscid ilə təmir edilmiş bir otaqdan, dedi bu bəndə uzaqdır qanacaqdan. Namazın vaxtı bunu çeyniyirəm, dişləyirəm mən, yenə durmur bu yataqdan. Elə bil ki ölüb artıq, belə yazıq, namazın fəlsəfəsindən çox uzaqdır. Elə bil bir yaşı var, körpə uşaqdır. Bu yatır sübh namazında, vəli zəncir boğazında, həyətində köpəyi yatmır, o yatdır. Bu məqam taxta asılqan, tapıb imkan, dedi insan nə qədər ac göz olarmış. Neçə il 5 dənə pencək, 2 köynək asılıb çiynimə yükdür və böyükdür, giyə bilmir. Xəbəri yoxdur ki, astarları 3 ildir çürükdür, götürüb eyləmir ehsan, ki ola bir kəsə dərman. Belə insan kimə lazımdır həyatda? Və divardan asılan köhnə saatla qarışır söhbətə oldən, sözü möhkəm, yerişi insana dərdqəm. Buyurur ki saatam mən, babamın ismi zamandır, çox ulu, çox qocamandır. Kim onun qədrini bilməzsə əgər, halı yamandır, bu evin sahibi nadandır, cavandır,
Hələ ki beyni dumandır, başa düşmür. Başa düşmür zamanın bitdiyi gün yevmül əcəldir və zamansız həyatın bağlılığı salih əməldir. Nə gözəldir. Nə gözəldir bəşər oğlu zamanın xərcəliyə düz, yaşıya 100. Cənamaz gəldi dilə döz. Məni bir mömin olan kəs, məqamı üstün olan kəs, əməli düzgün olan kəs buna verdi. Dedi hər gün bunu 5 yol sərəsən qibliyə sarı, o günahları namazlar yüyə bari. Arada vaxt eləyəndə gecə yarı, bunun üstündə böyük Allahu və qəddimi büksən, gözünün yaşını töksən. Bu nəsiyyətdə buna olmadı ibrət. Yenə qəflət, yenə işrət. Möhrün gəldi səsi vay. Bu edib həqqimizi zay. Məni Zəvvar Hüseyn verdi buna pay. Kaş Zəvvar Hüseynin ayağı altda qalaydım. O gözəl bəndələrin ətrin alaydım. Ağamın mehmanına xidmət edeydim. Və sonunda bir Hüseynçi ilə şərafətlə gərək qəbrə gedeydim. Bu zaman aləmə sultan, əsəri Xaliq-i Sübhan, qara parça ilə bükülmüş, toza batmış Kitabullah, yəni Qur'an. Dedi Rəhman və Rəhim, Allahın ismi ilə açım dil, eləyim hər şeyi təhlil. Bəli, bu sahibi mənzil yaşayıb ömrünü cahil. Vəli Allah, bütün aləmlərə padşah, kim özün saysa ona qul, eləsə tövbə edər tövbəni qəbul. Gözəl Allah, sevir öz bəndələrin, hətta günahkar belə olsa, yaşad olsa. Bəs edər tövbə edib gəlsə namaza, diyanar razı niyaza, ola öz keçmişinə qəlb ilə peşman. Onu əfv eləyəcək Xaliq-i Sübhan. Bu zamanda çalınır zəng, pozulur evdəki ahəng və evin sahibi öz mənzilinə daxil olur lənk. Yıxılıb səcdiyə səsləndi ilahi, məni əfv eylə bugün, tərk eləyim mən də günahı. Qaydışlar sənədir, yox bəşərin qeyri pənahı. Çalış elşən, alasan ibrəti sən də, olasan Allaha bəndə, olasan Allaha bəndə. La ilahə illallah, əşhədü ən la ilahə illallah, أشهد أن محمدًا رسول الله، أشهد أن محمدًا رسول الله.